İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı ölkəyə qaçaqmalçılıq yolu ilə 18 kiloqramdan artıq qızıl zinət əşyası keçirib. Qafqazinfo bununla bağlı məlumat əldə edib. Məlumata görə bu barədə Baş Prokurorluğun istintaq idarəsinə məlumat daxil olub. İstintaqla müəyyən edilib ki, Dövlət Vergi Xidmətinin istintaq idarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Oruzov Fuad Tofiqoğlu hazırda məhkum edilmiş Məhərrəmov Kamran İmranoğlu, Qurbanov Xəyyam Adiloğlu və digər şəxslərlə birgə cinayət həlaqəsinə girib. Fuad Oruzov və digərləri Türkiyə Respublikası ərazisindən xüsusilə külli miqdarda ümumi dəyəri təxminən 1 milyon 700 min manat olan 18 kiloqramdan artıq qızıl zinət əşyasını qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə gətiriblər. Prokurorluq tərəfindən aparılan istintaq vaxtı Fuad Oruzovun yaşadığı evə baxış zamanı Makarov tipli tapançaya aid 39 ədəd patron da aşkar edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 206.3.2, yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və 206.3.3-cü vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə maddələri ilə cinayət işi başlanılıb. Fuad Oruzov barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda qeyd olunan cinayətlərin törədilməsində başqa vəzifəli şəxslərin də əli olduğuna dair əsaslı şübhələr var. Həmin vəzifəli şəxslərin müəyyən edilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir deyə məlumatda bildirilir.